Bismillahirrahmanirrahim. Salam əziz möminlər, müsəlmanlar. Bir daha sizi Ramazan ayına həsr olunmuş Quran ayı söhbətlərində xoş gördük. Bugün biz Ənfal surəsinin 29-cu ayəsi barəsində danışacağıq. Ayədə Allah Teala buyurur: "Ya eyyuhellezine amenu in tettaqullaha yec'al lekum furqanan ve yukaffir ankum seyyiatikum ve yaghfir lekum vallahu zul fadlil azim." Ey Allah'a iman gətirənlər, əgər siz təqvalı olsanız, Allah sizə fırqan verər, günahlarınızın üstünü örtər və yaghfir lekum, günahlarınızı bağışlayar. Vallahu zul fadlil azim, Allah böyük lütf sahibidir. Ayənin əvvəlində Allah Teala buyurur: Ey möminlər, əgər təqvalı olsanız, Allah sizə fırqan verər. Bilirsiniz ki, bütün ibadətlərin fəlsəfəsi təqvadır. Tutduğumuz bu orucun da fəlsəfəsi təqvadır. Ya eyyuhellezine amen kutiba aleykumus-siyam kema kutiba alellezine min qablikum la'allakum tettaqun. Ey möminlər, sizdən öncəkilərə oruc vacib olduğu kimi sizə də vacib oldu. Niyə oruç tutaq? La'allakum tettaqun. Bəlkə təqvalı olasınız. Yəni orucu tutmaqdan məqsəd təqvadır. Düzdür, son hədəf deyil, amma orta hədəf kimi, yaxın bir hədəf kimi təqva nəzərdə tutulur. Son hədəf insanın xilasıdır, insanın cənnətə düşməsidir. Amma cənnətə daxil olması üçün, hidayət olması üçün, müflih, xilas tapması üçün insanın təqvaya ehtiyacı vardır. Və təzəvvədu fə innə xeyrəz zədət təqva. Siz tədarük görün, özünüzə azuqa yığın, ən yaxşı tədarük isə təqvadır. İbadətlərin fəlsəfəsi istisnasız təqvadır. Ayədə Allah Teala buyurur: əgər təqva əldə etsəniz, biz dəfələrlə qeyd etmişik, Allahın insana verdiyi bir təqva var, bir də insanın özünün qazandığı təqva var. Sanki Allah Teala bizə görürsünüz, məhsulları verib, toxumu verib, biz o toxumu əkirik, yer almasını əkirsən, o artır. Allah Teala bizə təqvanı verib, fəəlhəməhə fucurəhə və təqvaha, insana təqvanı ilham edib. Onun kökü bizdə var. Onu artırmaq lazımdır. Hər kəs artırsa, oruc bir vasitədir, namaz digər bir vasitədir, təqvanı artırmaqda. Ondan sonra Allah deyir, ona furqan verərəm. Furqan, yəni sən haqla batıl arasında fərq qoya bilərsən. Oğrunu doğrudan ayıra bilərsən. Heç zaman sən çaşmazsan. İnsan bəzən oğrunu doğrudan ayıra bilmir, çaşır. Bəzən yox, ayırır. Amma onun üçün əhəmiyyətli deyil. Halalla haramın onun üçün əhəmiyyəti yoxdur. Səhvlə düzün onun üçün əhəmiyyəti olmur. Təqva onu da təmin eləyir. Ya eyyuhellezine amenu taqullaha və kunu ma'as-sadiqin. Tövbə surəsinin 119-cu ayəsində Allah Teala buyurur: Ey möminlər, Allahdan təqva edin və doğrularla olun. Yəni doğrularla olmağınız üçün sizin təqvaya ehtiyacınız vardır. Təqvalı olmasanız ayırarsan. Çox insanlar var, bilir kim düzdür, kim səhvdir. Amma çünki təqvası yoxdur, o insan artıq doğru ilə digərlər arasında fərq qoymur. Doğruları təsdiqləmir, doğrunun yanında olmur. Ona görə Allah Teala Tövbə surəsinin 119-cu ayəsində buyurur: Ya eyyuhellezine amenu taqullaha və kunu ma'as-sadiqin. Ey möminlər, Allahdan təqva edin. Allahı xatırlayın. Allah qarşısında cavab verəcəksiniz. Nə üçün? Doğrularla olmadığınız üçün. Bir çox ayələrdə Allah Teala təqvadan sonra bizə göstərişləri verir. Ya eyyuhellezine amenu Ya eyyuhellezine amenu taqullaha və qulu qawlan sadidan. Ey möminlər, Allahdan təqva edin, sənədli danışın. Əsas üzündən danışın. Əsassız danışmayın.
Birinci Furqandır. Allah ayədə buyurur ki, təqvalı olsanız Allah sizə Furqan qoyar. Haqla batılı ayırarsınız. Həm də haqqın yanında olarsınız. Quranın adlarından biri Furqandır. Quran gəldi. Şəhr Ramadanəl-ləzi unzilə fihil Quran hudəl lin-nasi və bəyyinatun minəl huda vəl furqan. Gəldi ki, insanlara düz yolu göstərsin. Və yukaffir ankum sayyiatikum. Sizin günahlarınızın üstünü örtər. Allah insanın günahlarını bir var bağışlayır, bir də hələlik onun üstünü örtür. Sənin abruvu aparmır. Günahların var ki, əgər hətta sənin ailən belə bilsə, abrın gedər. Allah onun üstünü örtür. Səttəral uyubdur. Allah öz bəndələrinin günahlarını müəyyən qədər gizlədir. Yəni bir həddə qədər Allah Taala onu gizlədir. Əgər bəndəsi başlasa digərlərinin abrını aparmağa, Allahın o qoyduğu o çərçivədən qırağa çıxsa, fələmmə nəsu mə zukkiru bih. Allah buyurur, biz onlara xəbərdarlıq eləyirik. Bu xəbərdarlıqlarımıza qulaq asmasalar, onda biz onların abrını apararıq, onları cəzalandırırıq. Allah Taala buyurur, bunun ikinci nəticəsi budur ki, sənin günahlarının üstünü örtəcəm və yaxfir ləkum. Əgər təqva xalis olsa, çox olsa Allah günahlarını da bağışlaya bilər. Yəni, bunlar mərhələli şəkildə gəlir. Sonra Allah Taala buyurur, Vallahu zul fadlil azim. Allah böyük lütf sahibidir. Yəni, bu cümləni niyə deyir Allah Taala? Bu ayənin sonunda niyə bu lütf vurğulanır? Çünki nə qədər təqvalı olsan da, nə qədər təqva əldə etmiş olsan da, sənin Allahın lütfüne ehtiyacın vardır. Həm o təqvanı kəsb etmək üçün Allahın lütfüne, Allahın yardımına ehtiyacın var. Həm də sən o nemətlər ki, sənə verirlər, məsələn, Furqan sənə verirlər, o sənin qazandığından böyük bir həddə olacaqdır. Allah sənin günahlarını sənin hərəkətindən, sənin o təqvanından daha çox həddə bağışlayacaqdır. Ona görə Allah buyurur ki, bu mənim lütfümdür. Digər ayədə də Allah Taala buyurur, Hədid surəsinin 28-ci ayəsində təqvanın nəticəsi olaraq digər nəticələrini də qeyd eləyir. Buyurur, ya eyyuhellezine amenuttaqullaha və aminu bi rasulihi. Ey möminlər, Allahdan təqva edin, Allahın Rasuluna iman gətirin, yu'tikum kifleyni min rahmeti. Allah öz rəhmətindən 2% sayırar. Və yec'alləkum nuran təmşuna bihi. Allah sizə nur verər. Nur verər, onunla hərəkət edərsin. Və yaxfir ləkum, günahlarınızı bağışlayar. Vallahu gafurur rahim. Allah bağışlayan və rəhm edəndir. Görün, bu ayədə də Allah Taala Ənfal surəsinin 29-cu ayəsindəki kimi 3 nəticəni qeyd edir. Birinci budur ki, Allah 2 bərabər sizə lütfünü artırar. İkinci budur ki, Allah sizə nur verər. Orada da Furqan demişdi. Allah sizə nur verər. Siz həqiqəti görərsiniz. Sizi çaşdıra bilməzlər. Və yaxfir ləkum. Sizi bağışlayar. Ayədə keçir, kifleyni min rəhməti. Allah rəhmətindən 2 pay ayırar sizi. Bu haman Allahın lütfinə işarədir. Yəni Allah 2 bərabər mükafatını verər sizə. Əlbəttə bu insanın, hər bir insanın imanından və niyyətindən asılıdır. İxlasından asılıdır. Əgər ixlasın dərəcəsi çoxdursa, Allah ona daha çox mükafat verər. Yox, əgər zəifdirsə, təbii olaraq ona uyğun mükafatlar verirlər. Ayədə Allah Taala buyurur, təqvalı olsanız, Allah sizə Furqan verər, Allah günahlarınızın üstünü örtər, Allah sizin günahlarınızı bağışlayar. Bu ayədə də həmçinin dedi, sizə nur verər, amma Furqandır. Furqanı verər, ayədə buyurdu, sizin günahlarınızı bağışlayar və rəhmətindən 2 pay ayırar. Bəli, bu ayələrdə təqvanın nəticəsi olaraq bunlar qeyd olunur. Bizim vaxtımız sona çatdı. İnşallah növbəti söhbətlərdə bu barədə yenidən danışarıq. Sizə Allaha tapşırırıq və selamun aleykum və rəhmətullahi və barakatuhu.